saat mola radiləndən sonra səs-küy yaratmaq olmaz. Bu qaydalar pozulduğuna görə siz məsuliyyət daşıyırsınız. Gecə səs-küy salırdılar, yüksək məbləğdə cərimələndilər. Paytaxtın Nərimanov rayonu ərazisində yaşayan bir qrup sakin polisə müraciət edərək gecə saatlarında yaşayış ünvanlarının yaxınlığında yerləşən yaşa obyektlərində yaranan məişət səs-küyünün onları narahat etməsi ilə bağlı şikayətlərini bildiriblər. Protokol tərtib olunacaq, cərimə olunacaqsınız. Daxili İşlər Nazirliyindən DENAZ-a verilən məlumata görə, bu istiqamətdə Nərimanov rayon polis idarəsinin əməkdaşı tərəfindən qeyd edilən ünvanda fəaliyyət göstərən kafe, restoran, əyləncə mərkəzləri və digər ictimai yaşa obyektlərində profilaktik tədbir keçirilib. Nəticədə bir neçə obyektin gecə saat 12-dən sonra məişət səs-küyü ilə bağlı mövcud olan qanunvericiliyin tələblərini pozduğu aşkar edilib. Həmin ictimai yaşa obyektlərində yüksək səsli musiqi dayandırılıb və obyekt sahibləri ilə profilaktik söhbətlər aparılıb. Həmin şəxslər inzibati protokollar tərtib edilməklə cərimələniblər. Bu cür halların təkrarlanacağı təqdirdə barələrində daha sərt tədbirlərin görüləcəyi obyekt sahiblərinin diqqətinə çatdırılıb. Polis əməkdaşları tərəfindən məişət səs-küyü ilə bağlı qəbul edilən normalara əməl olunması üzrə nəzarət tədbirləri davam etdirilir. Nizami Rəsulov xüsusi olaraq DENAZ TV üçün.